Salam, hər vaxtınız xeyir. Dostlar, bugünkü videoda Digimax tarifi haqqında danışmaq istəyirəm. Öncə onu qeyd edim ki, çəkdiyim videolar sadəcə məlumat xarakterli videolardır. Heç kimin də əlavə maddi ziyana düşməyini istəmirəm. Ona görə tarif haqqında ətraflı məlumat əldə edin, daha sonra tarifə qoşulmaq istəsəniz qoşula bilərsiniz. Belə ki, əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda mühüm yenilənmələr oldu, ona görə bəzi tariflər ləğv olundu. Və əminəm ki, bəzi istifadəçilər də həmin ləğv olunmuş tariflərdə hələ də nömrələrini istifadə edirlər. Yəqin ki, bilənlər bilir, bilməyənlər də təkrar izah edeyim ki, bəzilərinizdə olan cari istifadə etdiyiniz tariflər ləğv olunubdur. Məsələn, köhnə tarifləri nəzərə salsaq, digər tariflər bölməsində, arxiv və bax bölməsindən köhnə tarifləri görə bilərsiniz. Əminəm ki, bəzilərinizdə hələ bölgə tarifi, Gənsim tarifi, Azərsillim tarifi və yaxud da Supersən qiyməti ucuz olan tarifləri hələ də bəzilərinizin nömrəsində aktiv şəkildə fəaliyyət göstərir. Deməkdə məqsədim budur ki, yeni tarifə qoşulduqca köhnə tarifləri artıq qayıtmaq olmur. Ona görə tarifi dəyişəndə 2 dəfə düşünün. Məsələn, bölgə tarifi üçün hər ay 2 manat ödəməklə siz 30 gün nömrənizi açıq saxlaya bilirsiniz. Lakin Digimax tarifinə keçid etsəniz, məsələn 1 manatlıq tarifdən 1 gün istifadə etsəniz və 1 gündən sonra köhnə tarifə qayıda bilməyəcəksiniz. Onu da unutmayın ki, nömrə tarifsiz işləmir. Tarif mütləq şərtdir. Tarifi də dəyişməmişdən qabaq təkrar deyirəm, analiz edin, daha sonra tarifi dəyişin. Köhnə tarifdə olanlar tarif dəyişdikdə köhnə tarifə qayıda bilməyəcəklər. İndi keçək yeni videomuza. Digimax tarifində müxtəlif paketlər mövcuddur. 1 manatdan 30 manata kimi. Lakin əsas məsələni də nəzərə çatdırım ki, bu tarif heç birisi 30 günlük deyil. Ən uzun müddətlisi 12 manatlıq, 18 manatlıq, 30 manatlıqdır. Bunların da müddəti burada gördüyünüz kimi 28 günlükdür. 28 gün, 28 gün. Bu 3 dənə tarif ən uzun müddətli tarifdir ki, bunlar 30 gün təşkil etmir. Digərləri isə başdan başlayaq. 1 manatlıq 1 gün qoşulmaq üçün D1 yazıb 75-75-ə göndərirsiniz, 1 qəpik xidmət haqqı tutur. Ümumiyyətlə SMS-lə tarifi 75-75-ə göndərməklə 1 qəpik balansınızda tutulur, daha sonra tarifə qoşulmuş olursunuz. Yox, əgər 1 qəpiyinizin çıxmağını istəmirsinizsə, aşağıda qeyd olunduğu kimi uyğun tarifə qoşulmaq üçün qarşısındakı müvafiq kodu yazaraq pulsuz qoşula bilərsiniz. Və hər tarifin də altında qarşılığında verdiyi bonusları əks olunur. 300 MB 30 dəqiqə 15 SMS. 1 manatlıqda 1 gün istifadə etmək mümkündür. Eyni gündə bonus bitərsə, yenilənmə yalnız bir dəfə olur. Təkrar yeniləsəniz, bu bonuslar təkrar sizə verir, yenə 1 manat balansdan çıxılır. Növbəti yenilənmədən ötürü mütləq 24 saat keçməlidir. Daha sonra 4 manat bonuslar aşağıdakı kimidir. Qoşulma qaydasında bayaq izah etdiyim kimi həyata keçirə bilərsiniz. Növbəti tarif Digimax 3 GB, istifadə müddəti 14 gündür, 3 GB 200 dəqiqə 100 SMS verir. Və beləliklə məbləğ artdıqca bonusların da miqdarı artır. Və Digimax 5 GB. 5 GB internet verir, 300 dəqiqə verir, 1 GB internet, 150 SMS. Burada 1 GB internet yalnız WhatsApp yazışması üçün təqdim olunur. Daha sonra 18 manatlıq Digimax 10 GB. Burada sosial media üçün ayrılan 1 GB internet, Facebook Messenger və Instagram üçün ayrılmışdır. Əlavə 1 GB internet isə sırf WhatsApp yazışması üçün təqdim olunmuşdur. Və sonuncu Digimax 25 GB tarif isə 30 manatdır. Qarşılığında da aşağıdakı bonusları təqdim edir. Və bəzi sualları cavablayın. Məsələn, Digimax tarifi paketlərinə kimlər qoşula bilər? Digimax tarif paketlərinə istənilən fakturasız xətt abunəçiləri qoşula bilər. Növbəti sual, tarif paketini necə aktivləşdirmək olar? Və yaxud qeyd etdiyim kimi, hansı tarif paketinə qoşulmaq istəyirsinizsə, müvafiq sözü, məsələn D1, D7, D3, 75-75 qısa nömrəsindən göndərirsiniz. Bu halda 1 qəpik tutur. Aşağıdakı forma ilə göndərmək istəsəniz isə pulsuz tarifə qoşula bilərsiniz. Növbəti sual, tarif paketi nə qədər müddət davam edir və yaxud qeyd etdiyim kimi hər tarifin özünün müddəti var. Növbəti sual, bonuslar haqqında məlumatı necə əldə etmək olar? Bonuslar haqqında məlumatı aşağıdan tanış ola bilərsiniz. Bu məlumatların da linkini videonun aşağısında yerləşdirəcəm. Burada bəzi suallar var, hamısını oxuyub vaxtınızı almaq istəmirəm. Əsas məqamlara toxunmaq istəyirəm. Növbəti sual, Digimax tarifinə qoşulduqda cari internet balansı sıfırlanır. Digimax tarifinə keçid etdikdə abunə haqqı nömrənizdən tutulur və tarif bonusları balansa əlavə edilir. Yəni 18 manat ödənilir və Digimax 10 GB hesabınıza köçürülür bonusları ilə birlikdə. İstifadə müddəti bitdikdən sonra mövcud bonuslar növbəti aya keçirilmir və sıfırlanır. Yəni siz Digimax 10 GB tarifinə qoşulmusunuzsa, bunun 10 GB-ni istifadə etmisiniz və 28 gününüz tamam olub. Bu halda qalan bonuslar hamısı sıfırlanır. 600 dəqiqə ya 1 GB sosial media üçün ayrılan data, 300 SMS, nəyiniz qalıbsa müddət bitən kimi hamısı sıfırlanır. Və yaxud da tarifi yeniləsəniz belə, tutaq ki 28 gün ərzində yox, 20 gün ərzində siz 10 GB istifadə etmisiniz, sizə Google-a girməyə internet lazımdır. Bu zaman burada sosial media üçün ayrılan gigabaytla siz Google-a girə bilmirsiniz və yaxud da YouTube-a baxa bilmirsiniz. İstifadə müddətinin 20 gün keçib hələ 8 gün tarif
aktiv qaldığı halda siz tarifi yeniləsəniz, qalan digər bonuslar yenə sıfırlanır. Növbəti suala keçək. Digimax tarifində bonuslar bitdikdən sonra istifadə haqqı necə hesablanır? Deməli, tarifin müddəti bitdikdən sonra siz balansı dərhal artırmayıb 2-3 gündən sonra artırsanız, həmən 2-3 gün ərzində xidmət haqqı aşağıdakı kimi olacaq. Yəni bir zəngin ölkə daxili dəqiqəsi 8 qəpik, 1 megabayt internet 5 qəpik, 1 SMS 10 qəpik, ölkə xarici 25 qəpik təşkil edəcək. Aşağıdakı sualda yuxarıdakı sualla eynidir. Yəni paketi yeniləmək üçün balansa kifayət qədər vəsait olmadıqda xidmət haqqı necə hesablanır? Ya tarifdəki bonusları bitirmisinizsə, tarifin müddətinin bitməyinə hələ varsa, xidmət haqqı necə hesablanır? Və yaxud da tarifin vaxtı bitibdir, sadəcə olaraq siz hələ balansı artırmırsınız və tarifi yeniləmirsiniz. Bu zamanda yenə həmən xidmət haqqı tutulur. Növbəti sual. Tarif çərçivəsində təqdim olunan dəqiqələrdən hansı zənglər üçün istifadə etmək olmaz? Tarif daxilində təqdim edilən bonus dəqiqələri roaming, beynəlxalq zəngləri, xüsusi kod, ulduz ilə yığılan və qısa nömrələr üçün istifadə edilə bilməz. Yəni bu xüsusi kodla yığılan nömrələr bilirsiniz hansılardır? Bəzi qaynar xəttlər olur. Onları yığmaq üçün ulduz düyməsindən istifadə olunur. Bir misal gətirə bilərəm. Məsələn, Starix. Görürsünüz burada ulduz 8000 yazılıb. Belə bəzi şirkətlər var ki, onların qaynar xəttləri ulduzla qeyd olunub. Verilən bonus dəqiqələrindən bu nömrələrə zəng etmək üçün istifadə etmək mümkün deyil. Amma digər operatorların nömrələrinə zəng etmək olur. Yəni simdən nara, simdən cinə, ev telefonlarına zəng etmək mümkündür. Burada bəzi oxumadığım suallar var. Onları ehtiyac duymuram, amma oxusanız və başa düşməsəniz rəylərdə bildirə bilərsiniz. Bu sualda keçək. Tarif daxil SMS-in qiyməti necə hesablanır? Bu sualda bayaq yuxarıda cavablandırmışdım. Keçək. Digimax tarif haqqında ətraflı məlumatı necə əldə etmək olar? D yazıb 75-75-ə göndərməklə və yaxud da indi bu saytın linkini videonun aşağısına yerləşdirəcəm. Həmən link vasitəsilə də ətraflı öyrənə bilərsiniz. Digimax tarifinə qoşulduqda bonuslar balansa nə vaxt əlavə edilir, dərhal köçürülür və növbəti maraqlı sual tarif paketini necə dəyişmək olar? Burada bu linkdən sözün üzərinə klik edirik. Açılan növbəti pəncərədə hal-hazırda istifadə edə biləcəyimiz tariflər gəlir. Yəni Digimax haqqında hal-hazırda danışırıq. Premium Plus tarifi, Premium tarifi və sağda Supersen tarifi və bir qədər aşağıda istəsən tarifi də yer alır. Digər tariflər bayaq qeyd etdiyim kimi köhnə tariflərdir. Kimlər ki hal-hazırda istifadə edir, hələ ki aktiv fəaliyyət göstərir. Amma yeni qoşulmalar artıq bu köhnə tariflərə mümkün deyil. Qısacası aktiv 5 tarif var. Gördüyünüz bu 4 və aşağıdakı istəsən tarifi. Ətraflı sözün üzərində klik edirik. İstəsən tarifində aşağıda olan məlumatları nəzərdə çatdırım. Bunun haqqında ətraflı videom var. Yuxarıda sağdan i butonundan izləyə bilərsiniz. Gördüyünüz kimi istəsən tarifində ölkə daxili zənglər internet, sosial media üçün internet datasını özünüz istədiyiniz hala gətirə bilərsiniz. Hal-hazırda bu formada 7 manat təşkil edir. Ölkə daxili zənglərin müddətini artırsanız, məbləğ də artır. Eyni zamanda internet istəsəniz, yenə məbləğ artır. Və yaxud da bunu istəməyib, minus, TikTok və yaxud da YouTube-un internetini artıra bilərsiniz. Və beləliklə istədiyiniz tarif paketini bu formada əldə edə bilərsiniz. Minimum 30 dəqiqə verir, 3 GB internet verir, sosial media üçün heç nə vermir və 7 manatdan başlayır. Bu da istəsən tarifidir. Yenə deyirəm, bunun haqqında video çəkmişəm. Ayrıca o videonu qeyd etdiyim i butonundan izləyə bilərsiniz. Və növbəti sual, mobil nömrənin xəttinin açıq qalması üçün nə etmək lazımdır? Bu bayaq dediyim məsələdir. Nömrənin xəttinin açıq qalması üçün istifadə olunan tarif paketini daim yeniləmək lazımdır. Məsələn, Digimax 10 GB tarifi üzrə abunə haqqını ödəməklə nömrə tarif paketinin istifadə müddəti ərzində, yəni 28 gün iki tərəfli aktiv qalır. Yəni bu o deməkdir ki, 28 gündən sonra sizin nömrəniz bir tərəfli bağlanır. Balansınızda kifayət qədər vəsait olarsa 29-cu gün tarif yenilənir. Yəni tam bir ay deyil, 28 gündür istifadə müddəti. Növbəti sual, digər tarif paketini keçid etdikdə nə baş verəcək? Digər tarif paketini keçid etdikdə öncəki tarif və bonuslar ləğv edilir. Bu da bayaq qeyd etdiyim kimi 28 günlük tarif paketini bir gün istifadə etsəniz belə növbəti tarifə keçən kimi cari tarifin bonusları ləğv olunmuş. Və hətta hal-hazırda ləğv olunmuş tarifdə istifadə edirsinizsə nömrənizi, o tarifdən də bu tarifi keçib sonra yenidən geri qayıda bilməyəcəksiniz. Ləğv olunmuş tariflər haqqında da video var. O videonu da bu videonun sonunda yerləşdirəcəm. Daha bir videonun sonuna gəldik. Əgər tarif haqqında hər hansı bir sualınız varsa, rəylər bölümündə suallarınızı verin, cavablamağa çalışacağam. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənə dək sağ olun.